Satış insanları zaten tələbat yaradır. Yəni onlar tələbat yaratmasa sən o qədər də bir şey istehsal elə onu sata bilməyəcəksən. Satış tələbat yaradır. Yəni bu tələbatı yaradanmayanda biz nəyə görə ixal edən ölkə, ixrac edən ölkə ola bilmirik? Çünki əslində bizim ixrac edəcək çox potensialımız var. Əlimizdə bir sürü istəyir incəsənət tərəfindən olsun, istəyir qida tərəfindən olsun, yəni istehsal sata biləcəyimiz əlimizdə bir sürü məhsullar var. İdman olsun, bəli. Amma bunu sata biləcək insanlara bizim ehtiyacımız var. O mənim üçün də çox ağırlı mövzulardan biridir ki, baxıram ki, xarici şirkətlərdə misal üçün Qazaxıstandan, Rusiyadan, Ukraynadan, hətta yer gəlir Belarusiyadan işçilər gedir fərqli ölkədə işləməyə. Onlar bir növ işçi ixrac eləyirlər. Bizdə yoxdur. Biz tam tərsi bizim şirkətlərin buradakı qlobal şirkətlərin belə başında xaricilər durur. Niyə? Bizim içimizdə onu bacacaq insan yoxdur. Var, amma yetişdirə bilmirik onları. O səviyyə gətirib çıxada bilmirik biz. Bu da birbaşa həm də universitetlərin problemidir. Əlbəttə ki. Təhsil. Buonasera. Sən axı özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, bəzi insanlarımız şu. Xahiş edirəm Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, xoş gördük. Açar işini davam etdirir. Bugün çox vacib bir mövzudan danışacağıq. Satış məsələsi. Satış təlimləri necədir? Ümumiyyətlə, bizim şirkətlərdə satış texnikası hansı istiqamətlədir? Və təbii ki, bu mövzuya aid peşəkar bir insan dəvət etmişik studiyamıza. Rafiq bəy Ləzgiyev, Kimberly Clark şirkətinin Azərbaycan və Türkmənistan üzrə regional satış meneceri. Rafiq bəy, xoş gördük. Xoş gördük. Xoş gəlmisiniz. Bir müddət əvvəl sizinlə tanış olduq. Mən sizə buradan təşəkkür edirəm ki, siz yazdınız. Bizim Açar layihəmizdə gedən verilişləri izləyirsiniz. Tənqidlərinizi, təkliflərinizi bildirdiniz. Bu, mənim üçün şəxsən çox qiymətlidir, dəyərlidir. Və biz qısa bir neçə dəqiqə söhbət etdik. Mən anladım ki, siz işinizin peşəkarısınız, maşallah. Satış üzrə mütəxəssis bir şəxsiniz. Bu da bizim üçün çox vacib məsələdir. Nəyə görə? Məndə ən yaxşı məhsul olsa belə, mən onu sata bilmirəmsə, o məhsul mənim əlimdə qalacaq. Deməli, yaxşı məhsulu istehsal etmək bir mərhələdir. Onu satışa çıxarmaq və sata bilmək başqa bir mərhələdir. Amerikanlardan belə bir deyim eşitmişəm. Biz ölü bir heyvanı da, indi o heyvanın da adını çəkirlər də, demirəm burada, reklamla sata bilərik. Biz bunu müşahidə edirik. Müxtəlif içkilər, məsələn, Coca-Cola. Biz niyə Coca-Colanı alırıq? Ona görə ki, satış texnikası düzgün qurulub. Və s. və ilə axır. Başlayaq. Çox vacib söhbətlərimiz olacaq sizinlə. Əminəm ki, bir saat ərzində bizi dinləyənlər Azərbaycanda biznesə aid nələrsə öyrənsinlər. Biz Azərbaycanı sevirik, düşünürük vətənimizi və istəyirik nəsə bir islahat aparaq. Töhfəmiz olsun. Başlayaq. Demək, siz sualları mənə göndərmişdiniz və demişdiniz ki, mən bu mövzularda danışmaq istəyirəm. Elə həmin mövzularda danışacağıq. Bəzən mənə efirlərə dəvət edirlər. Hazırlaşdığım mövzudan yox, tamam başqa mövzudan sual verirlər. Adam giriniz qalır.
Satış təlimləri keçirilir Azərbaycanda. Bir neçə ildir bu təlimlər intensivləşib. Satış. Mən bəzilərində özüm də iştirak etmişəm, məmnun qalmamışam, tam səmimi deyim. Ümumi söhbətlər gedir. Ümumiyyətlə Azərbaycanda satış təlimləri sizcə nə səviyyədədir? Mən bildiyim qədər siz də bu sahədə çalışmısınız. Effekti varmı, yoxmu? Və bu təlimlər ümumiyyətlə kimə keçirilməlidir şirkətdə? Müştəri ilə birbaşa əlaqədə olanlara, yoxsa ümumiyyətlə rəhbər heyətinə, hamıya? Buyurun. Təşəkkürlər Mahir bəy, sağ olun dəvətiniz üçün. Həqiqətən də mən Azərbaycandakı fəaliyyətim mənim elə çox da bir uzun müddət deyil. Yəni cəmi 3-4 il Azərbaycandayam və Azərbaycana gələndə ilk elə podkastların məşhur olduğunu gördüm. Yəni yavaş-yavaş belə məşhur olmağa başladı və onların içində də mən ilk belə izləməyə başladığım insanlar bir də sizsiniz ki, həqiqətən çox maraqlı məlumatlar verirsiniz və bu da necə sizdən vurguladığınız kimi biz Azərbaycanlıyıq, Azərbaycanı sevirik və istəyirik ki, Azərbaycandakı insanlar da maariflənsin. Eynən. Və inşallah ki, bugünkü podkastdan da həqiqətən də hər kəs özünə bir şey götürə bilər ən azından və ki, kiməsə bəlkə faydalı ola bilərik burada. Bu məncə hər kəs üçün, yəni bizim üçün ən prioritet məsələdir. Təbii. Satış təlimlərinə bağlı sual həqiqətən çox aktualdır. Mən bura gəlməmişdən qabaq və burada olduğum müddətcə fərqli satış təlimlərində özüm də iştirak elədim. Yəni mən Azərbaycanda demək olar ki, sadəcə elə bir biraz qiyabi olaraq qıraqdan baxmışam, yəni nə bilim deyilənlərdən yola çıxartıram. Özüm şəxsən hər yerdə iştirak eləməmişəm. Bir-iki yerdə sadəcə olmuşam. O da elə böyük uzun müddət deyil. Amma mənim iştirak elədiklərim daha çox xarici ölkələrdəki satış təlimləridir və orada gördüklərimdən yola çıxaraq mən gördüm ki, Azərbaycanda ciddi satış təliminə bağlı əksikliklərimiz var. Zaten bu da özünü avtomatik olaraq nədə göstərir? Bizdə yetərincə satış kadrı yoxdur. Yəni satışla işçi əksikliğimiz var. Və siz də qəbul edersiniz ki, bu dəqiqə bütün şirkətlərə gedək danışaq, hər kəs eyni şey deyəcək ki, bizdə işçi ilə bağlı sıxıntı yaşayırıq. İşçi axtarıb tapa bilmirik, yetərincə işini bilən peşəkar kadra yoxdur. Nə bilim, ya işə gəlirlər, sonradan bəlli olur ki, deyildiyi kimi deyil. Yəni özünü başqa cür satırsan, amma əslində o skillsləri belə deyim, yoxdur bunların. Əvvəldə özünü başqa cür satır. Bəli, bəli. Sonra görürsən ki, o deyil. İçi boş şeylər bəzən olur. Belə şeylər çox mən də çox qarşılaşıram burada bu şeydə. Bunun üçün də bir nömrəli bizə lazımdır ki, biz bir satış akademiyası kimi bir şey qurulsun Azərbaycanda və satış insanları yetişdirsin. Yəni bu biraz həqiqətən çox dərin mövzudur. Buna getdikcə, yəni bir dövlətin nə dərəcədə satış eləyə bilən insanlara ehtiyacı var, bu həqiqətən böyük şeydir. Çünki satış olmasa istehsal da olmayacaq da. Bəli, doğrudur. Birbaşa ölkə iqtisadiyyatına Təsiri var. Təsiri var, bəli. Satış insanları zaten tələbat yaradır. Yəni onlar tələbat yaratmasa sən Gözəl. o qədər də bir şey istehsal elə onu sata bilməyəcəksən. Satış tələbat yaradır. Yəni bu tələbatı yaradanmayanda biz nəyə görə ixal edən ölkə, ixrac edən ölkə ola bilmirik? Çünki əslində bizim ixrac edəcək çox potensialımız var. Əlimizdə bir sürü istəyir incəsənət tərəfindən olsun, istəyir qida tərəfindən olsun, yəni istehsal sata biləcəyimiz əlimizdə bir sürü məhsullar var. İdman olsun, bəli. Amma bunu sata biləcək insanlara bizim ehtiyacımız var. Misal üçün bizdə indi bizim qürurla dediyimiz kino sahəmizdə əsas da bu Sovetlər vaxtında çəkilən kino. Bəli. Bunu biz sata bilər çox gözəl şəkildə hər yerə. Yəni necə Hollywood necə pul qazanır? Yəni kinolarını sataraq, yəni hər kəs onun kilosunu alır. Yəni onlar milyonlarla dollar qazanırlar da bu işin içindən. Bollywood onun rəqibi çıxdı Hindistan, bəli. Biz də həmin şəkildə eləyə bilərik. Bizə də lazımdır ki, bunu sata bilən olsun. Bizim misal üçün teatrlarımız olsun. Yəni Üzeyir Hacıbəyovundan o Koroğlu operasını deyirik. O yəni has ki şərqdə ilk bizdə olub. Yəni bunlar əslində PR edib satıla biləcək şeylərdir. Turizmimizdən bağlı sata bilərik. Yoxdur, bunlara ehtiyac var. Necə ki Türkiyə satır. Bəli, Türkiyə seriallardan çox da gözəl pullar turizmdən da bəli. Turizm də ondan artıq yəni çox şey olur. Hətta mən belə satış fəaliyyətimi bir 13-14 ilini Türkiyədə keçirmişəm. Oradan da onlarla danışanda da həmişə deyirlər ki, sizin belə potensialınız var, amma siz yararlana bilmirsiniz. Bizim qonşumuz Gürcüstan. Deyir, sizdə olan təbiət bizdə olsaydı biz turizmlə daha çox pul qazanardıq. Yəni düz onlarda da bizdən geri qalan deyil çoxdur, amma deyir sizdə daha çox potensial var əslində, amma onlar ona artıq Nədir problem? Hardadır problem?
satış pazarlamaq da bunu, elə bir buna tələbat yaratmaq, bunu gedib dünyaya tanıtmaq və sadəcə belə deyim də gedib bir şeyə qatılmaqla o sərgilərə qatılmaq yetərli deyil. Yəni bunu bir stend açdım, göstərdim, amma nəyə görə mən səni seçməliyəm? Bu yaratım bu tələbatı, yəni sən niyə sən? Məsəl üçün Qafqaz deyil. Qafqazda 3 dənə ölkəmiz var bizim. Bir tə ki, çoxu Gürcüstana gedir də. İndi belə sual verə bilər ki, o turist nəyə görə Gürcüstan deyirlər sən? Yəni bunu düzgün çatdıra biləcək satış adamı olsa, hər şəkildə əlbəttə sən seçəcəklər. Yəni bunun üçün də hər yerə fırlasaq gəlir yenə işin ortasına çıxır ki, yaxşı satış adamı. Satış menecerində deməli yaxşı nitq qabiliyyəti də olmalıdır. Bu bir çox qabiliyyət olmalıdır. İndi o şeylə bağlı zaten sualınıza gələndə ki, satış təlimləri kimə lazımdır və sadəcə satış adamına mı lazımdır? Mən ilk öncə satış təlimi nə üçün lazımdır ona gəlmək istəyirəm. Gəlin 2 dənə ölkə fikirləşək. İkisinin də ordusu var. Ordunu hazırlayırlar. Necə ki Azərbaycan müharibədən qabaq ordumuzu hazırlayırdıq. Necə iş görürdük biz? Hamısı əyani idi. Azərbaycan özü tək başına təlimlər keçirdi, Türkiyə ilə birlikdə təlimlər keçirdi, lazım olurdu Qazaxstana, nə bilim MDB ölkələrlə birlikdə orduya hər şeyi əyani göstərirdilər, təlim şəklində. Yəni sadəcə elə bir slaydla göstərilmir də, adamlar birbaşa iştirak edirdi bizim əsgərlərimiz və bunu öyrənirdi detallarını. İndi bir də bunun tərs tərəfi fikirləşək, qarşısında başqa bir ölkə var, o orduya hər şeyi slaydda göstərir. Yəni təlim yoxdur. Sadəcə göstərir, öyrədir, əzbərlətdirir. Bu belə olmalıdır. Nəzəri var, amma praktikası yoxdur. İndi sizcə bu iki ölkə arasında müharibə olsa kim qazanar? Təbii, praktik. Bizdə də satış təlimləri daha çox nəzəridir. Yəni slaydlar üzərindən gedir hər şey. Yəni bu da dünya təcrübəsində onu göstərir ki, satış təliminə gələn bir iştirakçı, yəni satış adamı olsun, kim olur olsun, buradan çıxandan sonra əgər o öyrəndiklərini praktikada istifadə eləmədisə də, ya da ondan sonra da etmədisə də, avtomatik 3 həftə içində 80%-ni yadından çıxardır. Bu statistika artıq bu təsdiq olmuş bir statistikadır. Bir həftədə daha keçəndən sonra %10 da belə gedir. Yəni ən yaxşı halda bir ay sonra o adam %10 özündə saxlayıbsa da ağlında, bu böyük bir göstəricidir. Çünki dəhşətli rəqəmdir bu. Yəni həqiqətən çox. Yəni elə bir orada vaxt itirdin, zaman ayırdın, nə bilim hətta şirkətlər ya da özün bir resurs aradın, maddi pul qoydun ki, mən bunu öyrənim. Çıxanda heç nə qalmadı əlində. Çünki niyə? Sən bunu artıq praktik keçmədin, orada öyrənmədin. Onun üçün mən deyirəm ki, mənim iştirak etdiyim təlimlərdə mən onu gördüm ki, bizə orada nə öyrədirlərsə də ondan sonra oturub onun hamısını biz praktikada təkrar bir-birimizin orada 15-20 nəfər vardı. Üstümüzdə bunu keçirdik. Hərəmizə bir ssenari verirdilər. Birimiz olurduq alıcı, birimiz satıcı, birimiz market yiyəsi, birimiz şirkət yiyəsi. Hərəmizin bir öhdəmiz var idi və burada hərəyə bir hədəf qoyulurdu. Kim o hədəfinə daha yaxşı çatarsa da o artıq demək ki, bu işi daha yaxşı görmüş olurdu və bunların hamısında video çəkiliş şəklində olurdu. Sonra otururdu, bizə o səhvlərimizi göstərdilər ki, harda nəyi səhv etdik, nəyi düz demədik, harda həyəcanlandıq, həyəcandan sonra necə özümüzü itirdik, artıq davamı gətirə bilmədik, bu şəkildə. Yəni, hamısı əyani olmalıdır, sadəcə teori şəkildə olmamalıdır. Yəni, mən bunu gördüm və bunun da effektini gördüm. Amma təəssüf ki, Azərbaycanda bu şəkildə elə bilən, bəlkə də ya barmaq sayacaq şəkildə çox az var, ya da bəlkə heç də yox. Siz satış təlimləri keçmişsiniz Azərbaycanda? Yox, mən keçməmişəm. Əslində müraciət gəlib, amma mən fikirləşirəm ki, satış təlimlərini, yəni bu mövcud vəziyyətdəki kimi keçilməkdənsə də heç keçməsən daha yaxşıdır. Yəni satış təlimi üçün professional bir komanda qurmaq lazımdır. Bunun içində sadəcə satış adamı olmamalıdır. Burada marketinq təmsilçisi olmalıdır, burada finansist olmalıdır, burada yeri gələndə hüququ da qoya bilərsən. Çünki satış insanı o demək deyil ki, mən sadəcə satışı bilməliyəm. Yox. Bunun universal bir adam olmalı satış adamı. Çünki satış adamı görüşlərə gedəndə qarşısına çıxan insanın sənin kim olacağını bilmirsən. Bəzən olur şirkət sahibindən bir görüşə getsən, bir məhsul satmalısan, şirkət sahibi finansistdir misal üçün. Finansı yaxşı bilir. Sən oturub bu adama satış tərəfindən danışsan, o adam səni heç bir şəkildə qəbul etməyəcək. Sən bu adama artıq finans dili ilə danışmalısan. Rəqəmlərlə, konkret göstəricilərlə, maliyyə şəklində ki, bu adam səni qəbul eləsin və sənin dediyini tez başa düşsün. Amma sən oturub bunu ancaq şey tərəfindən satış tərəfindən danışanda bu adam bunu rəqəm olaraq bir rusların sözü var, atsfirować. Rəqəmlərə çevirə bilmədiyi üçün sənin dediklərini. Çox dəqiq məsələdir. Sən o avtomatik deyil, yox, mən biraz fikirləşim, ondan sonra zaten sənə deyildi ki, bir söhbətə ki, mən bunu fikirləşim, sənə dönəcəm, 60-70% satış meneceri deməli maliyyəni də bilməlidir. Maliyyəni də bilməlidir. Psixologiyanı bilməlidir. Bəli. Ünsiyyət qurmaq bacarığı olmalıdır. Negotiation skills dedir ingilis dilində dialoq qurmaq, bəli. Bacarıqları. Çox önəmlidir. Bunları bilməlidir. Sonra emosiyalarını qoruya bilməlidir. Çünki bəzi elə bir məqamlar olur ki, qarşısındakı
artıq o insan kiminlə dialoqdasınız, yəni tərs bir cavab verə bilər. Nə bilim, o an səni tərsləyə bilər. Sən o an o emosiyalarını cilovlaya bilməlisən ki, ona qarşılıq verməmək üçün, ya da nə bilim, elə bir cavab verməlisən ki, qarşı tərəfə kobud görünməsin bu. Çünki satış insanları odur ki, biz o qarşı tərəfdən bir növ asılıyıq da, işimiz onlardan keçir. Və biz də elə bir sistemi və elə bir ünsiyyət qurmalıyıq ki, qarşı tərəf insanlarla ki. Çünki bu gün olmasa belə sabahsı gün sənin mütləq onlara yenə yolun düşəcək və işin düşəcək və oraya bir şey satmaq istəyəcəksən. Sən bəri başdan bütün o ipləri qopartsan, yəni bu templə davam eləsən, misal üçün Azərbaycanda 5 dənə müştəri şirkət varsa işləməli olan, sən ikisini üçünü bu şəkildə itirsən, də geri qalan bütün körpüləri yandırma da, yəni. Sağ ol. Çox gözəl bir cümlə qurdunuz. O yandırma. Çünki sən o çıxanda qapını vurma. Biraz aralı qoy ki, yenə o qapıya sən geri qayıdıb işin düşə bilər, qayıda bilərsən. Çox vacib məsələdir. Ona görə hisslərini cilovlaya bilməlisən. Deməli, satış üzrə gəlin belə danışaq onda. Demək, şirkətlərdə satış menecerləri olur və yaxud kimsə. Onlara təlimlər keçirilir. Satış təlimləri. Satış təlimləri onda bir adam satış təlimi keçməməlidir. Ona maliyyəçi gəlib, maliyyə dərsi keçməlidir. Psixoloq gəlib, psixologiya dərsi keçməlidir. Ona hisslərini necə idarə etməlisən, onu keçməlidir. Düzdürmü? Tamamilə doğrudur. Hətta Azərbaycanda mən daha çox nəyə gördüm ki, satış təlimlərini daha çox satış işinə məşğul insanlara keçirlər. Yəni olanı da ona keçirlər sadəcə. Bu da səhv yanaşmadır. Çünki satış bacarığı sadəcə satış adamı üçün olmamalıdır. Yəni sadəcə satış adamı üçün yetərli deyil. Çünki şirkətin bütün departamentdə olan işçilərin hamısının satış bacarığı, o skillsi yüksək səviyyədə olmalıdır. Mən dəfələrlə üzr istəyirəm. Şirkətdə işləyən insanların hamısı bir növ satış meneceri olmalıdır. Əlbəttə ki. Əlbəttə. Yəni, o bacarığı olmalıdır. Çox maraqlı. Buradan mən bunu harda gördüm? Yəni niyə bu qənaətə gəldim ki, və bunun da arxasında həmişə dururam ki, belə olmalıdır. İstəyir xarici şirkətlərdə olsun, istəyir bu Türkiyədə işlədiyim müddətdə bütün o MDB ölkələrinin hamısında olma fürsətim oldu və orada bir çox şirkətlərlə görüşmək, onlarla iş görüşlərinə keçirmək fürsətlərim oldu. Orada mən nə gördüm? Misal üçün bir şirkət var, baxsan çox potensiallıdır, imkanı var, maddi resursu var. Yəni bu adam heç problemi yoxdur. Və bunun içində də çox yaxşı kadrlar var, hansı ki, işini professional şəkildə bilənlər. Misal üçün, marketinqdə var, nə bilim, trade marketinqdə var, finans tərəfində var və s. Fərqli departamentdə. Və bu insanlar işinin professionalıdır. Gəlir, misal üçün, görür ki, şirkət bir iş görür. Bu şirkəti bu işi görməyi buna həm baha başa gəlir bu şirkətə, həm də ki, vaxt itkisinə yol açır. Deyir ki, gəl bunu işi belə yox da biraz belə görək. Bu səfər misal üçün vaxtdan biz 30% qənaət etmiş olacaq. Daha tez olacaq. Nə bilim, maddi resursumuzu 20% qənaət etmiş olacaq. Bu insan hansı ki daha çox rəqəmlərlə işləyən, kompüterin arxasında olan insanlar bilir ki, bunlar daha çox introvertdirlər də bunlar. Ki biraz danışıqda istəmirlər çox kommunikasiya girsinə, daha çox özlərinə qapalılar və ancaq rəqəmlərlə işləyirlər. Bunlarda bu satış bacarığı biraz olmadığına görə və ünsiyyət bacarığı olmadığına görə onlar o fikirlərini o rəhbərə sata bilmirlər. Ki bu belə olmalı, inandıra bilmirlər bunu. Əslində rəhbərin buna ehtiyacı var. Sadəcə o insan onun o verdiyi suallara, o istəyinə düzgün cavab verə bilmədiyi üçün rəhbər tərəddüd içində qalır, qəbul eləmir bu şeyi. Yaxşı, indi bu ünsiyyət bacarığını, bu soft skills deyirik də buna, yumşaq bacarıqlar. Kim öyrətməlidir buna? Əslində bunun bir neçə... Deməli, təlimlər bu istiqamətdə getməlidir. Təlimlərin bir hissəsi ən azı bu istiqamətdə getməlidir. Doğrudur. Birincisi insanın sən bunu özündə inkişaf etdirmənin artıq bir yolunu axtarmalısan. İstəyir şirkət sənə bu təlimi versin, verməsin. Hər kəs üçün bu vacib bir şeydir. Yəni o demək deyil ki, mən bugün misal üçün finans sistem və səhərsi gün bəlkə mənə elə bir fürsət çıxacaq. Misal üçün bir mövzulardan biri də ki, şirkətlərdə rəhbərlər deyirik, finans backgroundludur. Yəni onlardan olur. Sənə bəlkə bir rəhbər vəzifə verirlər sənə. Sən mütəmadi olaraq şirkət sahiblərindən görüşlərdə olacaqsan. Yəni sən bu fürsətdən yararlana bilməsən də sənin bu tərəfin inkişaf eləməlidir ki, sən o danışığı apara biləsən. Onun üçün birinci ölçüdə hər kəs özü üçün də bizim prioritet olmalıdır ki, mən bu tərəfimi inkişaf etdirməliyəm. İkinci tərəfdən də əlbəttə ki, şirkətlər buna yönəlməlidir ki, mənim hər bir işçim əsas da içində əlbəttə ki, top işçilər olur da, hər şirkət üçün potensiallı, bunda gələcək görülən işçilər. Bunları mən bu tərəfini inkişaf etdirim ki, bunlar hər hansı bir ideyanı, proyekti düzgün şəkildə çatdırıb sata bilsinlər. Bu demək deyil ki, sadəcə misal üçün mənə şirkət rəhbəri olaraq yox,
Səhərsi gün başqa bir şirkətlə görüşə gedirəm, finans cəhətdən bir şey ona göstərməliyəm və ya o adama o finans tərəfinin gördüyü işi əksi tərəfi var, bunu çatdırmalıyam. Yanında finans müdirimi aparıram. O finans müdürüm bunu sata bilməsə o adama yenə olmayacaq. Demək, davranış iqtisadiyyatı deyilən bir sahə formalaşıb son 40 ildə, 50 ildə dünyada, xüsusilə Amerikada behavioral economics. Bunların işi psixologiyanı biznesdə, marketinqdə, idarəçilikdə, menecmentdə tətbiq etməkdən ibarətdir. Bunlara da Nobel veriblər. 21-ci əsrin əvvəllərindən bu tərəfə 2 nəfər Nobel alıb bu sahədə. İqtisadiyyatın Nobelini psixoloqlara veriblər. 2002-də Daniel Kahneman, 2017-də Richard Thaler, mənim izləyicilərim bilirlər, təlimlərdə çox istinad edirəm bunlara. Thaler'in bir kitabı var, Nudge. Nudge yönətmə, yüngül işarə mənasındadır. Elə bir nəfər oradan keçir, mən bir nəfəri yönəldirəm o tərəfə. Ona deyirlər nudge ingiliscə. Orada deyir ki, baxın bir dənə adi bir nüans deyir. İnsan psixologiyası belədir. Bir şeyi qazananda sevinir, təbii. Bu deməli əşyanı, nə isə bu qələmi kimsə siz gətirib mənə verirsiniz hədiyyə. Mən sevinirəm hamı kimi. Amma bunu itirəndə, əlimdə olanı itirəndə, bunun kədər yükü sevinc yükündən daha çoxdur. Bəli. Bunu mən də oxumuşdum. Loss aversion deyirlər buna. Loss aversion. Nifrət edirəm itirməyə. İtirməyə nifrət effekti. Bu bütün insanlarda belədir. Biz belə yaradılmışıq. İnsan psixologiyasıdır bu. Yaxşı. Gəlib bundan istifadə edirlər. Amerikanın bir ştatında 2 cür mesaj gedir abonentlərə işıq idarəsi tərəfdən. Birinci mesaj. Siz enerjiyə qənaət etsəniz, bir il ərzində, enerjiyə bu qədər qənaət etsəniz, bir il ərzində $350 qazanacaqsınız. Qənaət etsəniz. Bu birinci mesaj. İkinci mesaj. Siz enerjiyə qənaət etməsəniz, ildə $350 itirəcəksiniz. İkinci mesajın effekti daha güclüdür. Halbuki eyni şeydir. İtirməkdən qorxuruq. İtirməkdən insan. Burada qənaət daha çox olur. Bunu gətirir, tətbiq edilir bir dənə idarəçilikdə, deməli, və gözəl bir nəticə alır. Orada misallar çoxdur. Biz onu təlimi keçirik şirkətlərə. Baxırsan, ilahi, kiçik bir məsələdən, psixoloji məsələdən nə qədər nəticələr alınır. İndi siz dinləyək, çox danışmayayım mən, müəllimlər çox danışan olur. Demək, satış barədə əgər istəyirsinizsə, bir-iki bizə tez istəyin, öz təcrübənizdən. Bax, siz satış menecerisiniz, Azərbaycanda satışla məşğulsunuz. Mən də şirkət rəhbəriyəm, siz dəvət eləmişəm, gəlmişsiniz, bizə satışdan dərs deyəsiniz. Buyurun. Əsas bir-iki dənə tez istəyin də öz təcrübənizdən, biz də öyrənək sizdən. Əsirgəməyin, öyrədilməyin. O sirlərindən. Belə deyim, mən heç bir zaman özümü şey kimi görməmişəm. Yəni belə mən bu işin çox professionalıyam, nə bilim, dərs deyə bilərəm, o səviyyədə yox. Mən sadəcə öyrənməyə çalışıram hər səfərində. Və bunun üçün də hətta mən o söz var ya, öyrənməyin yaşı yoxdur. Həqiqətən yaşı yoxdur. Yəni biz hər il öyrənməliyik. Hər gün bəli. Hər il. Hətta çox gözəl bir söz var ki, heç bir zaman özünü bir başqasıyla müqayisə eləmədə özünlə müqayisə edirəm. Məsəl üçün mən bir ay bundan qabaq necə idim, bu gün necə oldum? Bu bir ay içində mən özümü nə dərəcədə inkişaf etdim. Əgər inkişaf etmişəmsə, mənim üçün okey. Mən yaxşı nəticə əldə etmişəm, amma etməmişəmsə də demək ki, mən geri getmişəm. Yoxsa mənim rəqiblərim ya mənim ətrafımdakılar çox qabağa gedib, geri gedib, o məni maraqlandırmamalıdır. Onun üçün bu tərəfdən yəni öyrənməyin heç bir zaman sonu yoxdur. Davam edirik. Mən Azərbaycanda olan gənclərə nə tövsiyə edə bilərəm? Öz necə deyim, keçmişimdən yola çıxaraq deyirəm. Mən əslində biraz bu satışa professional yanaşmağa mən özüm gec başlamışam. Mən özümə indi başa düşürəm ki, mən çox gecikmişəm. Daha da tez başlaya bilərdim əslində bunlara. Çünki satış sferası əslində bu hər tərəfdə də belədir, amma satışda xüsusilə o qədər dinamikdir ki, o qədər tez dəyişir, o qədər insanların tələbləri, istəkləri tez-tez dəyişir ki, yəni çatdırmaq olmur da bu istəyə. Yəni bu gün öyrəndiyim sabah artıq keçərsiz olur. Misal üçün biz qabaqca necə idi? İnsanlar universitet bitirirdi.
Onunla ölənə qədər övünürdü ki, mənim diplomum var, mən bitirmişəm universiteti. İndi universitetin 1-ci kursundan 4-cü kursa gələnə qədər sən artıq 4-cü kursda, 1-ci kursda öyrəndiyin artıq keçərsizdir, artıq bu köhnəldir. Buna ehtiyac yoxdur. O dərəcədə çox tez-tez dəyişir. Onun üçün də biz oxuyuruq. İndi hər kəs universitet oxuyan var, nə bilim oxumayan var, təlimlərə gedən var. Biz sadəcə mən bunu oxudum, əlimdə diplomum var deyə yetinməməliyik. Hətta universitet oxuduğun dövrdə mütəmadi olaraq çalışıb bir yerdə praktika keçməliyik mütləq. Yəni istəyir sənə bu fürsəti universitetdən ya da başqa bir yerdən verilə vermədən özümüz çalışıb bunu tapmalıyıq ki, çünki çox tez biliklərimiz köhnəlmiş olur və biz artıq universiteti bitirəndə gəlib deyəndə ki, mən hazıram bitirmişəm universiteti, işə başlamaq istəyirəm. Nəyi bilirsən? Bunu bilirəm. Sənin artıq o bildiyin keçmişdə qalır. Artıq buna ehtiyac yoxdur. Buna tələb yoxdur. Bu istənilmir. Onun üçün maksimum dərəcədə praktikaya keçmək, hər yerdə fərqli təlimlərə qoşulmaq, öz bildiklərini upgrade etmək, necə ki artıq bu gündəlik həyatımıza o şəkildə girib ki, telefonlarda belə görürük, ayda bir dəfə nəsə bir şey yenilənir. Yəni durmur, köhnə vəziyyətdə qalmır. Mütəmadi olaraq biliyimizi yeniləmək, üstünə əlavə eləmək və təlimləri də ki, elə bir təlim insanlarını seçmək lazımdır ki, sən həqiqətən bir şey qatacaq. Yəni burada bəli, doğrudur, soruşa bilərlər ki, bəs biz necə bilək bu adam? Yəni biraz məncə araşdırmaq mütləqdir. Rafiq bəy, satış texnikalarından birində. Misal üçün, Robert Cialdini 1984-cü ildə bir kitab yazıb, Təsir psixologiyası. Düzdür, 1936-da insanlara necə təsir etməli, necə idarə etməli mövzusunda Dale Carnegie-nin möhtəşəm bir kitabı var. Kitabın adı belədir. Dostluq necə qazanmaq, insana necə təsir etməli. Cialdini'nin kitabı 84-cü ildə yazılıb. O da möhtəşəm kitabdır. Fərqli 6 dənə yol deyir. Yollardan biri qarşılıq qanunu. Qarşılıq qanunu. Bu nədir? Başqasına təsir etmək istəyirsənsə, qarşılıq situasiyası yarat. Necə? Və onu gətirir satışda tətbiq edir. Deyir ki, Hindistanda bir nəfər pendir satırdı. Böyle satış zəif idi. Gündən birini gördülər, satış birdən-birə çoxaldı. Araşdırdılar, nə baş verib? Heç nə. Pendiri çıxardıb yola. İndi bu texnikadan çox istifadə edirlər artıq supermarketlərdə. Və gələn gedənə, yoldan keçənə pendirdən biraz kəsir. Deyir, bunun dadına bax. O pulsuzdur. Pendiri yeyən adam pendirin dadına baxır. Yüksək səviyyədə bəyənməsə də, axı bu ona yaxşılıq edib, o buna qarşılıq vermək istəyir. Qarşılıq qanunu. İnsan psixologiyası belədir. Ona edilən lütfə qarşılıq vermək istəyir. Deyir, o mənə bir lütf elədi, mən də ona bir lütf eləyim. Və deyir ki, çək o pendirdən, məsələn, 200 qram, tutaq ki, 200 qramdır da bir şey. Bu bir dənə yenə də bu insan psixologiyasında satışda necə? Siz hansı priyomlardan istifadə edirsiniz? Bax, siz necə oldu ki, Azərbaycanda yaxşı satış meneceri oldunuz? Deyin də bizə sirlərindən. Heç olmasa birini deyin. Bir dənə praktik bir şey deyim. Bu Türkiyədə başımıza gəldi bu. Mən yəni bunun praktikasından sonra biz çox yerdə bunu artıq danışdıq. Türkiyədə bilirsiniz ki, Koçtaş deyə bir şey var. Market deməyim də ev, daha çox IKEA kimi tərzi belə ev əşyaları, ev üçün hər şeylər elə bil. Elə bir marketlər zinciridir. Həm də böyük marketlər açırlar belə. IKEA tarzı marketlər. Dəfələrlə oraya görüşə getdik. Biz də mən onda tekstildə işləyirdim. Tekstil satmağa çalışırıq. O da məsəl üçün yastıq üzləri kimi belə bir şeylərdə. Yəni adamlar konkret tələbləri o qədər yüksəkdir və səndən o qədər yüksək satış tələbləri istəyirlər və cəmi bir ay vaxt verirlər sənə. Tamam. Birincisi hələ məhsulu salmaq üçün bu qədər xərc çəkməlisən. Əlavə olaraq da o bir ay içində effekt göstərmədin, bu çəkdiyin xərclər boşa gedir. Yəni bunu göstərməlisən bu adamlara. Amma dövriyyələr də çox böyükdür. Çünki ən belə şəhərin prestijli yerlərində açırlar. Trafikin ən çox olduğu yerdir. Müştəri potensialı çox, satışı çox, hər şey var. Yəni hər bir şirkət üçün oraya girmək bir prioritet halına gəlir ki, mən buraya mütləq girməliyəm. Biz də bunu çox fikirləşdik ki, necə eləyə bilərik ki, bəs buna həm məhsul verək, həm də ki satdıraq o məhsulu. Bəli, həm də satdıraq məhsulu. Çünki bir ay vaxtımız var. Satdırdınız, ay sonu elə bir ay bağlanan kimi data çıxılır orada, çıxarılır orada. Yoxlanın, həmən nə qədər vermişdim, nə qədər mən satdım və mənim gözləntimi qarşıladı mı? Həmən Kimberly Clark. Yox, orada başqa bir şirkət var, tekstildə.
Və belə bir qərara gəldi ki, ən yaxşısı gedək bir dənə başqa şirkət tapaq, hansı ki buna ehtiyacı var. Mövcud. Misal üçün otel. Aydındır. Yeni bir otel açılır və o otelə 1000 dənə, 2000 dənə, 10.000 dənə şey lazımdır. Məsələn, yastıq lazımdır. Aydındır. Getdi ondan danışdıq ki, bəs biz sənə məhsul verməyə hazırıq. İstədiyin şərtləri də sənə uydurmağa çalışacağıq. Amma bir şərtimiz var ki, sən bu məhsulu gedib şeydən alacaqsan. Həmin o Qoçtaşdan, misal üçün. Adam dedi, niyə nə fərqi? Sənin üçün bir fərqi varmı? Yəni sən zaten səninlə anlaşdığımız şərtlərdə biz sənə məhsulu veririk. Yəni sən heç bir şey itirmirsən. Sadəcə məhsulu məndən yoxdur, gedib oradan alacaqsan məhsulu. Dedi, yaxşı, bunun üçün fərqi yoxdur. Getdik biz Qoçtaşla oturduq, anlaşdıq ki, bax biz sənə məhsulu veririk və satışında üzünü görəcəksən. Bizə imkan ver. Dedi, yaxşı. Məhsulu gətirdi, qoydu bura. Bir həftə içində o adam zaten ona ehtiyacı vardı. Gətirdi, bütün stoku boşaltdı. Apardı, getdi. Bu da ay sonu gəldi. Adam baxdı ki, deyil əlində qalıq, heç sıfır stokla artıq oturub burada. Və bu şəkildə o bizi salandan sonra zaten avtomatik organik satış da gəldi arxasında. Güzel. Sadəcə o adama o an onu göstərmək lazım idi ki, buna ehtiyac var, bu satılan bir şeydir. Yəni bunun kimi də bir sürü satışda bir sürü belə deyim də yaxşı mənada hiylələr eləmək bəzən lazım olur. Çünki qarşındakı insan sənin kimi fikirləşmir. Qarşındakı insanlar onlara hər gün bizi kimi, yəni satış edilmək istəyən minlərlə şirkət gəlir, yüzlərlə şirkət gəlir. Bəli. O adam hər kəsə güvən bir yerdən sonra güvən şeyi itir. Bunun fikrində deyir ki, hər gələn məni yəqin ki, aldatmağa çalışır. Aydındır. Yəni onun üçün sən bu adama onu elə bir şəkildə sunmalısan və elə bir şey yolunu fikirləşməlisən ki, mən birincisi bu adamın güvənini qazanacağam. İkincisi də ki, güvən qazanandan sonra mən dediyim sözün arxasında durmuş olacağam. Yəni Bəli. o demək deyil ki, bayaq dediyi ki, boş çıxır sonra da. Gəlin mən özümü belə satım çox bahalı şəkildə mən ona qadirəm, buna qadirəm. Bir ay sonra zaten sənin həqiqi üzün ortaya çıxacaq. Yəni bu bizim bir case olmuşdu və bunu sonradan hər yerdə tətbiq etməyə başladı ki, necə artıra bilərik və nəticədə verdi. Ünsiyyət məsələsində Dale Carnegie də buna çox təkid edir kitabında əvvəldən axıra qədər. 20 dənə tezisdə biz ona təlim veririk. Ən vacib məsələ, bəlkə də birinci, buna təkid edir. Ünsiyyətdə olduğun insan, bu satışa da aiddir. Ünsiyyətdə olduğun insana sübut etməlisən ki, inandırmalısan ki, bizim bu ünsiyyətimiz sənin xeyrinədir. Mən səni düşünürəm, özümü yox. Bəli. Çünki bütün insanlar özünü düşünür axı. Sən uğurlu ünsiyyət qurmaq istəyirsənsə, ona sübut elə ki, mən özümü düşünmürəm, səni düşünürəm. İnandır ona. Satışda da belə. Doğrudur. Əziz müştəri, mən səni düşünürəm. Belə bir yerə toxundunuz ki, mənim Azərbaycanda bununla bağlı belə biraz kədərləndiyim bir Data məsələsinə gələcəyik, hələ o qalıb, o mövzu qalıb. Kədərləndiyi bir şey var. İndi bizim işimiz biraz FMCG sektorunda olduğumuza görə daha çox yəni marketlərlə, şəbəkələrlə, bunlarla gündəlik tələbat olduğuna görə onlarla daha çox işləyirik. Və mən də daha çox necə deyim, çox ömrümün uzun illərinin çoxunu xaricdə keçirdiyimə görə orada gördüyüm o praktikada istifadə etdiyimiz öyrəndiyimiz tətbiqdə gəl burada eləmək istəyirəm ki, daha effektiv olsun gördüyümüz işlər. Çünki burada baxsan ki, biraz insanlar necə demək, qeyri-professional yanaşırlar çox şeydə. Hətta bəzilərinin ya məlumatı yoxdur, ya da necə deyim, işinə gəlmir də Türkiyə demişkən, yəni köhnə üsulla işləməyə çalışırlar. Burada görüşə gedirik. Azərbaycanda. Bəli, görüşə gedirik hər hansı bir şirkətlə və çalışıram ki, həmin şirkətə təmsil etdiyim kateqoriya haqqında maksimum bir yaxşı sunum hazırlayım. Bəli. Analizlərlə. Təsəvvür ki, analizdə datada yox olmadığına görə sınırlı datamız olanda yox da, datada yoxdur. Bir məlumat hazırlayın və gedib o adamın qarşısına bir 2-3 günümüzü itirdiyimiz bir şeylə çıxırıq, sunumdan çıxırıq. Bir 15-20 slaydla. Ki, bax, biz necə... Sunum, yəni təqdimatda. Bəli, təqdimat. Biz buradan Azərbaycanda hansı potensial görürük, səndə hansı potensial görürük, müştəri nə istəyir, müştəri nəyə baxır, müştərinin ehtiyacı nədir, necə artıra bilərik və ümumiyyətlə sənin kateqoriya necə böyüdə bilərik. Bax, mən gedib orada öz məhsulum haqqında demirəm, sənin kateqoriya necə böyüdə bilərik. Gəlin bir yerdə iş görək, kateqoriyanı böyüdək və sənin kateqoriya böyüyəndə avtomatik içində mən də böyüyəcəm. Win-win prinsipdə, sən də qazan, mən də qazan. Çox təəssüflər olsun ki, qulaq asırlar hamısı. Belə hətta belə ilk baxışdan deyirsən ki, yəni çox maraqlı qulaq asırlar, bunların xoşlarına gəldi bu sunum. Sonunda da neçə faiz danışacaq? Gəl biz ondan danışaq. Ən sonunda bizə neçə faiz verəcəksiniz? Şəxsi. Bəli, düşür buna.
Yəni şəxsən özünə. Özü də olmasa da şirkətin o işlədiyi o back front marja var, yəni şirkətlərin istədikləri bunlar. Yəni direkt ona nə təsir edəcək? Yəni biz zaten hər kəs bilir ki, şirkətlərin back front marjları var və bu formalaşır, bu da olmalıdır. Şirkət qazanmalıdır. Bu necə deyim, bir aksioma kimi bir şeydir, bu dəyişməz. Bu belə olacaq. Back front marjanı bir izah edin. Yəni şirkətin biri var məhsul alanda qazancı. Aydındır. Bir də var satandan satdığım qazandığı. Yəni iki fərqli şeydən. Çalışır alanda qazansın da. Alanda qazansın. Maksimum endirim eləsin, alanda qazansın. Və biz də deyirik ki, alanda zaten qazanc onsuz da bu olacaq səndə bu şey. Və çalışıb sənin satışını artıraraq qazansan, daha çox qazanmış olursan. Aydındır. Biri var deyək ki, məndən 5 dənə satın aldın. 5 dənə satın aldığın üstündən misal üçün də rəqəm nəsə 1 manatdan 5 manat pul qazandın. Aydındır. Bir də var ki, sən və o 5 dənənin də üçünü ya satdın ya satmadın. Çünki ya qiymət uymadı, nə bir şey uymadı. Bir də var ki, biz səndən 5 dənə yox da 20 dənə sata bilərik. Aydındır. Sən ola bilsin ki, birindən 1 manat yox da 80 qəpik qazanarsan, amma cəmdə yəni 5 manat yox da sən qazanacaqsan 20 manat. Aydındır. Heç kim bu tərəfinə getmək istəmir çünki bu biraz çətindir. Burada satış var. Və satışdır, düşüncədir, strategiyadır. Buna biraz beyin işlətmək lazımdır. Yəni bu hər başdan səmən nə verəcək, gəl ondan danışaq. Ya bunu görəndə də onda da başa düşürük ki, həqiqətən də biz nə qədər geri qalmışıq bizim qonşu ölkələrimizdən və əsas aparıcı ölkələrdən. Biz onların 7, 8, 10 il gerisindən gəlirik. Bu şeylər insanı biraz həvəsdən salır ki, bəs mən bu qədər çalışıram ki, mən də o səviyyəyə burada gətirək də Azərbaycana. Amma buna getmək istəmirlər bizim şirkətlər. Növbəti sualımız. Deməli, sizin narahat edən məqamlardan biri, hansı ki biz müzakirə aparmışıq bu barədə, data məsələsidir. Ən azından data məsələsidir. Qeyri-şəffaflıq şirkətlərdə. Bu nədir ümumiyyətlə? Bunu biz izah eləyin və bu bizə necə ziyan vurur? Onu da deyim sizə. Çox həssas mövzudur bu və əminəm ki, bütün Azərbaycanda fəaliyyət göstərən istəyir yerli, istəyir xarici, qlobal şirkətlərin çoxunun problemidir bu data olmamağı, datasızlıq belə deyim. Yəni data olmadan bir ölkə haqqında bir növ data bir ölkənin beləcə pasportu kimi bir şeydir. Necə? Datanın özünü izah eləyin. Şirkətdə data. Şirkətlərin biz burada açarıq da, bütün şeyləri açırıq. Data nədir? Misal üçün əgər mən öz sahəmdən götürsəm, biz qeyri-qida tərəfində işləyirik daha çox. Yeni bir şirkətəm, gəlmişəm Azərbaycana. İstəyirəm Azərbaycana investisiya qoyam. Və bunun üçün mənə lazımdır Azərbaycanın qeyri-qida sektorundakı, yəni tərəfindəki ümumi bazar araşdırması. Və mən bilim ki, hansı oyunçular var burada, müştərin nə istəyir, müştərinin bu sahədə gözləntisi nədir, müştərinin behavior edilir ingiliscə, alışqanlığı nədir, davranışı və nə istəyir buradan. Sonra misal üçün bir stəkan satırıq. Müştəri armudu stəkanmı sevir, yoxsa çaşqam istəyir? Yəni bunun hamısını bu data bizə verir məlumatını. Biz bu datanı alandan sonra artıq bazara düzgün məhsul çıxarda bilirik. Müştəridən alandan sonra daha çox partnyor şirkətdən bəli. Yəni burada daha çox bizi maraqlandıran əlbəttə ki, müştəri ilə birbaşa əlaqədə olan o retail dediyimiz şəbəkə marketlərdən gələn datalardır. Onlar bunu bizə təqdim eləsə, biz daha düzgün məhsulla düzgün şəkildə bazara çıxıb və müştərinin istədiyini birbaşa təqdim edə bilirik. Biri var kör-körənə gedə, heç nə bilmədən, sadəcə belə təxmin edib çıxırsan bazara və burada da uğursuz olma ehtimalın 70-80%-lərə çıxır. Üzr istəyirəm, mən bir dənə bunu izah eləyim, biraz tam dostlar da bilsinlər. Siz gətirmisiniz bunu, satmaq istəyirsiniz. Siz satıcı və şəbəkə marketinə bunu satmaq istəyirsiniz. Siz istəyirsiniz ki, bu çaşqa barədə onlarda olan məlumatları alasınız. Ümumiyyətlə, bu çaşqadan sizdə nə qədər satılır ildə? Ehtiyac varmı? Ehtiyac varmı, yoxmu? Bu çaşqanın hansı modellərini satırsınız? Çaşqa bəlkə dəmirdən istəyəcək. O datanı vermək istəmirlər sizə. Niyə? Yəni bunun bir çox səbəbi ola bilər. Yəni burada şəffaflıq olmamağından da qaynaqlanan bir şeydir. Bizim başımıza da bu gəldi. Çünki data verilməyəndə şəffaflıqdan söhbət gedə bilməz. Təbii. Çünki belə deyim də, bizim işimiz necə gedir? Məhsulu veririk, şəbəkələr ya da bizim partnyorlar bizdən məhsulu alır və bunu satır. Və burada nə ortaya çıxır? Aldı, satdı və burada ondan sonra bir ortada bir xərc yaranır da. Burada indi promolara gedən xərclər var, hansı ki endirim olur, endirim şəklində müştərilərə gedir və bizə bunun qarşılığında bir
faktura gəlir də. Məsəl üçün ki, biz bu promo dövründə bundan bu qədər satdıq və qarşılığında biz 20 manat pul xərcləmişik. Bunun qarşılığında bizə kompensasiya edin. Data olmayanda mən bunun o 20 manat dediyim demədiyini düzgün heç bir şəkildə ölçə bilmirəm. Həqiqətənmi 20 manat xərclədirsə, xərcləmədim. Artıq mı göndərdi? Bu çox ciddi problem. Endirim məsələlərində də. Bəli, bu birbaşa onda zaten ən çox bizi narahat edən mövzudur. Bu bunu vermir. Yəni sən də açıq deyirsən ki, ya başqa çarəm yoxdur, inanmalıyam buna. Yəni 20-sə 20-də mən buna qarşı kompensasiya etməliyəm. Endirimlə məsələsində və ya xərclərdə. Endirimdə məsəl üçün deyək ki, bu məhsulu 1 manata satır. Mən deyirəm ki, məhsulu 1 manata satma da 70 qəpiyə sat. 30 qəpik fərqi mən sənə qarşılayacağam nə satdın. Bu da deyir ki, mən 10 dənə satdım, mənə 3 manatımı ver. Amma həqiqətən 10 dənə satılmı bilmirəm. Siz bunu haçan bilirsiniz ki, 10 dənə satmayıb. Deməli üzr istəyirəm, sizə deyir ki, mən 10 dənə satmışam, mənim 3 manatımı ver. Bəli. Siz də adamın 3 manatını verirsiniz. Sonradan məlum olur ki, bu 10 dənə yox, 5 dənə satılmış. 5 satıb, bəli. 5 dənəsi qalıb elə ambarda. Əlində, bəli. Bu da əlində qalıb. Necə ortaya çıxır sonradan? İndi bu deyirək yalançılıq 40 gün çəkər elə bir şey söhbəti var. Həqiqətən elədir. Bəlli bir zaman keçir ki, bu dövrdə burada işləyən bir işçi var. Bu işçi işdən çıxdı, başqası gəldi yerinə. Bu adamın xəbəri yoxdur ki, bundan qabaq nə baş verib. Və o adama deyəndə ki, zəhmət olmasa mənə bir ambar qalığı ver, bir şey ver, mən görüm sənin əlində mənim məhsulun varmı, yoxdurmu, ya nə bilim nə yerdədir. Ya da o sənə gəlir ki, əlində mənim əlimdə çox məhsulun qalıb sənin. Bunu satdırmalısan da ya da geri qaytarmalısan. Mən nə edim bunu? Deyirsən ki, bəs mənim hesabıma görə səndə məhsulun olmalıdır. Hardan çıxdı bu? Onda sənə bir ambar qalığı göndərirlər. Tutub baxsan ki, bəs yaxşı mən bu deyək ki 5 aydır bu adamla işləyirəm. 5 ayda mən buna satdığım bəllidir, mən vermişəm malı. 100 dənə mal vermişəm bu adama. Və bu 5 ay içində də bu adamdan mənə buna qarşılıq 70 dənə, 80 dənə malın xərci gəlib. Çünki satılmış kimi. Baxıram ambarda 20 qalmalı, qalıb 40. Hardan çıxdı bu fərq? Deməli yalan məlumat verilir. Bu şəffaflıqdan artıq söhbət gəlir. Çünki data olmadığına görə şəffaflıq ortaya çıxır ki, şəffaf deyil bazar. Mən bu işin içində olduğum üçün bilirəm ki, inanın biz bu şəffaflıq üzündən neçə milyon dollar investisiya etiririk. Girmək istəmir Azərbaycan o şirkətlər. Gətirmək istəmir o investisiyasını. Halbuki mən düşünürəm Rafiq bəy, bunu aradan qaldırmaq üçün ciddi bir nəzarət olsa bu sahəyə, ciddi nəzarət olsa. Necə ki biz hərbidə uğur qazandıq 44 günlük müharibədə. Burada da uğur qazana bilərik. Hər sahədə qazanmaq olur. Bəli, hər sahədə. Bayaq bir neçə sahə dediniz ki, biz o sahələri sata bilərik. Turizm. İndi turizmə diqqət çoxalıb son illərdə. Yaxşı otellər tikilir və s. və ilə axır. İdman, bəli. Kino, teatr, kitab, bəli. Kitab. İndi bizim dostumuz, dəyərli dostumuz Rövşən bəy Abdullaoğlu öz şəxsi təşəbbüsü ilə çıxıb dünyaya bir 10-15 dənə ölkədə öz kitablarını tərcümə elətdirib satışla məşğuldur. Sadəcə komandası işləyib bunu, hazırlayıb. Hətta Amerikanın özündə bu adam ingilis dilində kitablarını tərcümə edib. Belə mümkündür. Bəli. Mümkündür. Bacararıq biz də. Vallahi bizim içimizdə o qədər bacarıqlı insanlar var ki, həqiqətən var. Yəni biz nələr yetişdirməmişik də bu Azərbaycanda hər sahədə. Bu da eləmək olar. Amma yanaşma. Kadr məsələsində sizcə necədir vəziyyət? Bayaq bir işarə elədiniz ki, hansı şirkətə getsək, yaxşı işçi axtarırlar onlar. Bəli. Burada mənim bir məsələ zehnimə gəlir. Məşğulluq Agentliyi son illər çox gözəl bir layihə işləyir. İldə 10-15 min nəfərə peşə təhsili verirlər. 2 aydan tutmuş 6 aya qədər. Müxtəlif peşə sahələrində təhsil verirlər. Baxın, təhsilə yanaşmamız səhvdir. Necə? İnkişaf eləmiş ölkələrdə, bunu neçə verişdə demişəm, inkişaf eləmiş ölkələrdə orta məktəbə bitirən şagirdlərin 80%-dən çoxu ali məktəbə getmir ümumiyyətlə. Niyə? Gedir orada 4 ilini itirir. Axı bu ali təhsil adamı deyil. Buna 6 aylıq peşə təhsili lazımdır. Getsin işini görsün. İşini peşəkar olsun. Peşəkar olsun. Bəlkə bu yönlə yanaşmaq lazımdır və Məşğulluq Agentliyinin elə bu layihəsi möhtəşəm layihədir. Dostlar deyirlər ki, son illər ən uğurlu layihələrdən biridir Azərbaycanda. Məncə problemin kökü buradadır həm də.
Ola bilər, bir də bunlardan bununla problem bir də bu ola bilər. Hətta bir maraqlı süjet izləmişdim. Səhv etmirəmsə Rövnaq Abdullayevin demişdi. Bizdə işsizlik yox, işçisizlik problemi var daha çox. Nə problemi? İşsizlik yox, işçisizlik problemi. İşsizlik. Yəni işçi tapa bilmirik də və şirkətlər həqiqətən hamısı bundan şikayət edir. İnanın mənim də özümə başıma gəlib. Bizdə də bəzən olur ki, işçi axtarırıq və o tələblərə cavab verə biləcək işçi tapmaq çox çətindir. Tapdığında yəni artıq bu adam bilir ki, bunun rəqibi bazarda yoxdur. Yəni elə fantastik qiymətlər istəyirlər ki, yəni maaş olaraq. Bəlkə haqlıdır da əslində. Çünki deyir ki, mən bunu öyrənmişəmsə, məndə bu bacarığım varsa, əlbəttə mən niyə özüm ucuz satmalıyam? Hər şirkətin onu verəcək büdcəsi yoxdur. İndi zaten ehtiyacı olan götürəcək. Bəli. Sadəcə mövzudur ki, bunu əslində elə bilərdik ki, bu bacarığı bilənlər çox adam ola bilərdi. Yəni hər yerdə işləyə biləcək, amma çox nadir adamlar qalıb. O da ki, özünü inkişaf elətdirib. Yəni bu adam həqiqətən özünlə məşğul olub inkişaf elətdirib, bəlli bir səviyyəyə gəlib, indi deyir ki, mənim qiymətim budur. Yəni haqlıdır. Çox da düzgün yanaşması var. Şeyə gələndə işsizliklə və kadrla bağlı problem. Bu əslində sadəcə iş insanlara deyil də şirkətdə də böyük ziyan vurur. Nə şəkildə? Şirkətlər uzun müddətli strategiya da qura bilmirlər. Azərbaycan bazarından bir problemlərdən biri də dediyimiz kimi işsizlikdir və bəlli bir insanlar var ki, bəlli bir səviyyədə özlərini isbat ediblər, yəni bu şirkətlər daxilində. Məsəl üçün ya marketinq olsun, başqa bir sahədə olsun ki, bu adamlar bu işi bilirlər. Bu adamlar da bütün şirkətlər arasında dolaşırlar. Buradan çıxır bu işə, bu şirkətə girir, buradan çıxır bu şirkətə. Çünki şirkət başqa işçi bilmir də, bazarda tanıdığı bir dənə budur. Bu boşda qalan kimi bu şirkət bunu götürür ki, mənə ehtiyacım var, gəl buna. Burada da nə olur? Bir şirkət bilirik ki, minimum 3 illik strategiya özünə qurmalıdır ki, yəni 3 il içində mən hansı addımlar atacağam ki, bəlli bir səviyyəyə gəlim, çatım. Bu insan da buradan işdən çıxanda zaten bu məlumatı buraya ötürür. Bu buradan bura ötürür. Buradan bura ötürəndə şirkətlər artıq o strategiyanı qura bilmirlər. Çünki strategiya bir şeydir ki, sən bir strategiyanı qabağına qoyub onu gedirsənsə də gərək sən bu işdə biraz innovativ olasan da, yəni sən bu işi görməlisən. Amma sən bu işə hazırlıq prosesində olduğun müddətcə sənin rəqibin artıq bu işi gördü. Aydındır. Deyirsən necə oldu? Yəni mən birinci düşündüm, amma həyata keçirmədən bu artıq götürdü. Çünki niyə? Gedir də bu informasiya dolaşır. Bəli. Qalmır bir yerdə. Buna nə qədər böyük təsiri var da. Bu aslında bu belə olmasa, tam tərsi o işçi bu işdə qalsa, biraz da hətta artıqlamasından işləsə, verimi artsa bu şirkətə qarşı, şirkət daha da çox inkişaf edir və artıq professional işləməyə başlayır. Amma bizdə təfsir olsun ki, işsizliklə bağlı sıxıntımız oradan qaynaqlanır. İndi kadrlarla bağlı. Kadr yetişdirmək, bu biz söhbətin əvvəldən danışdıq. Bizə lazımdır ki, bir iş akademiyası, bu satış akademiyası kiminizcəsə bu kadr akademiyası qurulsun. Həqiqətən. Hər sahədə lazımdır. Onun kimi satışda. Bu akademiya qurulmadığı müddətcə biz həmişə bundan əziyyət çəkəcəyik. Biz ancaq ya kiminsə ümidinə qalacaq ki, öz-özünü inkişaf etsin, gəlsin, çıxsın ortaya ki, mən ya da getsin xaricdə bir yerdə işləsin, geri bura gəlsin. O da ki mümkün deyil. Əgər burada biz yetişdirməyə, altyapımız yoxsa bizə bunu yetişdirməyə, bu adam necə getsin xaricə? O mənim üçün də çox ağırlı mövzulardan biridir ki, baxıram ki, xarici şirkətlərdə misal üçün Qazaxıstandan, Rusiyadan, Ukraynadan, hətta yer gəlib Belarusiyadan işçilər gedir fərqli ölkədə işləməyə. Onlar bir növ işçi ixrac eləyirlər. Bəli. Bizdə yoxdur. Biz tam tərsi bizim şirkətlərin buradakı qlobal başçıların belə başında xaricilər durur. Niyə? Bizim içimizdə onu bacaracaq insan yoxdur. Var, amma yetişdirə bilmirik onları. O səviyyəyə gətirib çıxarda bilmirik biz. Bu da birbaşa həm də universitetlərin problemidir. Əlbəttə ki, təhsil, işsizliklə bağlı mövzu. Bizdə işsizliklə mənim öz analizimlə yola çıxaraq deyirəm, ən böyük sıxıntısı nədən qaynaqlanır? Bizdə universitetlərdən neçə növ ya da neçə yüz necə deməyim, peşə öyrədilir, ixtisas öyrədilir. Yəni bir neçə yüz ədəd. Bəli. Amma Amerikada və digər ölkələrdə minlərlə var. Və bizdə kim məktəbi bitirir, hamının yönəldiyi sahə bəllidir. Ya hüquqa gedir, ya tibbə gedir, ya iqtisadiyyata gedir, ya mühəndisliyə gedir. Yəni demək olar ki, məktəbi bitirən kadrların bir 70-80% ancaq bu 3-4 nöqtəyə köklənmiş idi burada. Hər kəs də buradan məzun olur. İndi bu qədər kütlə buradan məzun olandan əlbəttə bunların hamısını işlə təmin etmək mümkün olmayacaq. Aydındır. Bizdə paralel olaraq fərqli peşələrdə biz inkişaf etdirsək, tədrisi artırsaq, o yönə tələbat yaratsaq, əlbəttə avtomatik olaraq biz işsizliyin bəlli bir faizdən aşağı çəkmiş oluruz. Çünki o insanlar artıq fərqli işlərə yönələcək. Yox, hələ o siz deyirsiniz ki, xarici şirkətlərin burada başında duranlar da bir çox hallarda xaricilərdir. İndi o xarici həmin o şirkətlər
hansı sahələrdədir? Biznes sahələrində, Bəli, mühəndislik sahədə. Bizdə də biznesdə, mühəndislikdə universitet bitirənlərin neçə faizi praktik təhsil alıb? Söhbət ondan gedir. Praktik təhsil alıb. Çox tanınmış universitetlərin birinin adını çəkmirəm, inciməsinlər. Demişəm bunu hardasa. Əmim oğlu oradan IT sahəsində diplom aldı. Bütün imtahanlarını verib IT-dən heç nə bilmir. Əgər bu heç nə bilmirsə, bu necə diplom alıb oradan? İqtisad Universiteti, icazə ver deyək də, İqtisad Universitetində. Bu necə oradan məzun olub? Mən anlamıram. Bütün IT sahəsində olan tələbə imtahanlarını test üsulu ilə verir. Nə bilim 300 dənə, 500 dənə sual verirlər, belə bir sistemdir. Onu əzbərlə, gəl imtahanı ver. İndi həmən əmim oğlu gedib Dövlət Məşğulluq Agentliyinin kurslarında, 6 aylıq kursunda təzədən IT öyrənir. Yəni praktik deyil axı. Hələ ötən əsrin 70-ci, 80-ci illərindən qalmış materialları fəlsəfə dərsində keçirlər. Müəllim hələ marksizm fəlsəfəsini, sosializm fəlsəfəsini keçir bəzi universitetlərdə eşitdiyimə görə. Hələ xəbəri yoxdur ki, Sovet hökuməti dağılıb, hələ bunun xəbəri yoxdur. Birbaşa təhsil, orada dövlət büdcəsi xərclənir. Hamısı büdcədən gedir də pul. Bəli, doğrudur. Çox həqiqətən ağırlı yerimizdir bu. Yəni bunu nə qədər tez dəyişsək, yəni düzəltsək, o qədər birbaşa dövlətin iqtisadiyyatına xeyri var bunun. Yəni kadr önəmlidir də. Bunu hamımız, hər kəs qəbul edib. Yəni, istəyir satış sahəsi olsun, istəyir digər sahələrdə olsun. Bu sizin nümunənizə hətta bir əlavə olaraq onu deyim ki, IT sahəsində məndə də bir yaxın adamımız var. Azərbaycanlı IT-lərə bizim şirkətlər pul vermək istəmirlər. Yəni, cüzi maaş verirlər. Çünki Azərbaycanlıdır bu. Bunlar da bizim IT-ləri də bilənlər hamısı qaçır gedir ölkədən. Başqa yerdə işləməyə. Niyə vermirlər pul? Artıq o bilmir, o şirkətlərin yanaşması. Mən açıq bunu bilmirəm, amma mən gördüyümü deyirəm. Bəli. Vermirlər bunu. Onlar da qaçır gedir. Nə bilim, gedir biri Polşada işləyir. Daha çox belə şeyə bilirsiniz ki, dünyada IT ixracında bir nömrə Hindistandır. Yəni çox şeydir. Dünyaya onlarla əlaqə saxlayır, bəli. Onların bazasında işləməyə başlayır. Çünki buradan istədiyi pul ala bilmir də. Bu adam nə bilim ayını, ilini verib bu işə, gecə-gündüz kompüterin qabağında oturub bu şeyləri öyrənib, bu proqram yazmağı, kodlaşdırmağı, qarşılığında aldığı verdikləri maaş qane eləmir. Dostlardan biri dedi ki, dostum burada 950 manat maaş verirdilər. Getdi Estoniyada işləyir indi. Bəli, məndə də var elə. Qohumum da, yaxınım da var hətta. Getdi buradan çünki vermədilər maaşı. Sonra şirkətlərin, bizim lokal şirkətlərimizin ehtiyacı olan da gedirlər həmin adamları xaricdən gətirirlər, təzədən o 3 qat artıq pul verib o da iş gördürürlər. Ya bu necə bir məntiq, yəni məntiqsizlikdir də burada. Bu belə məntiqlə iş görmək olmaz, düzgün deyil axı. Bu problemin həlli biz sardan keçir. Sosial məsuliyyət deyilən bir dərsdir. Sosial məsuliyyət. Bu sosial məsuliyyətin sosial sözünü götürək, mənəvi məsuliyyət. O şirkət rəhbərinin vətən qarşısında, millət qarşısında bir insanlıq borcu da olmalı axı. Bunu düşünməlidir axı. Biri gedib canlı qurban verib şəhid olub. Mən heç olmasa öz balamı, öz vətəndaşımı, öz uşağımı götürüm, yaxşı ona maaş verim. Xariciyə də o pulu verməyim də. Bax, bunu təlim keçmək lazımdır. Təlimlər həm də bu istiqamətdə olmalıdır. Yəni, maarifləndirməkdir. Onun üçün də sizin proqramlar mən çox istəyirəm ki, bunlar daha populyarlaşsın Azərbaycanda, daha çox insana çatsın ki, bəlkə kiminsə də biz fikrini dəyişdirə bilir. Sən həmən pulu verirsən də xariciyə. Artıqlaması. Həmən Azərbaycanlı uşaq buradan küsür, o şirkət o pulu vermir ona. Gedir xaricdə 3 ildən 5 ildən sonra sizi inandırım ki, o adını dəyişsə, misal üçün deyirəm. Azərbaycanlı adını John qoysa, bizim bu şirkət 3 qat, 5 qat qiymətinə o dəvət edəcək Azərbaycana. Elə hazır sənin əlində var, bunu yetişdir də burada. Doğrudur. Mən bunu başqa bir podkastda da danışmışdım. Bizim şirkətlərin işə yanaşma şəkli. Yəni bir də istəyirəm üstündən keçək burada. Bizdə şirkətlər xaricdən adam gətirməyi həqiqətən çox sevirlər. Yəni sanki xaricdən işini bilən ya da mütəxəssis biri gəlsə, avtomatik hər şey dəyişəcək. Xaricidirsə deməli hər şey yaxşı bilir, mükəmməl bilir. Yox, ekspat olmalıdır. Mən bir şey demirəm. Amma ekspatın ümumi Azərbaycanda bir sahədə işçi sayının 3-5%-ni keçməməlidir maksimum.
O da nə üçün? Biz eksportdan yararlanmalıyıq ki, öz kadrlarımızın biliklərini artırmaq üçün. Onlara bizdə şirkətlər necə edir? Zamanında bir şirkət qurublar. Hətta mən bunu nə misal göstərim. Piramidanın tərs şəkli var ya, belə. Piramida olmadı. Bu tərs, bizim piramida tərs tikili şirkətlərdir. Yeni qurulanda balaca bir şirkət olur. Bünövrəsi ona uyğun olur. Bu piramidanın baş tərəfi kimi düşünək bir şeyi. Sonra şirkət böyüyür. Artdıqca amma bünövrə dəyişmir. Bünövrə olduğu kimi qalır. Hələ də o 20 il bundan qabaq qurduğu şirkətin bünövrəsi qalır burada. Burada bünövrənin məqsədi nədir? Yəni ilk qurulanda məsəl üçün altyapı da belə Bəli. işçi sayı, şirkətin istifadə etdiyi proqramlar, hər şey daxildə buna bu şeyə. Qəşəng misaldır. Nə bilim ambarı, o bu nə edirsən? Yəni işlədiyi ofisindən qədər deyək. Sonradan dəyişirlər onların hamısı. Bu belə böyüdür. Nə olur? Yeni işçilər gəlir, yeni departamentlər qurur, nə bilim yeni kontraktlar keçir əlinə, şirkət böyüyür. O belə böyüyə gedir üst tərəfi. Eksportlar gətirir, vəbsə doldurur üstünü. Bünövrə aşağıda yenə köhnə qurduğu o eyni şəkildə qalır. Oraya heç bir yatırım olmuyor. Eksport gəlir Azərbaycana, baxır ki, deyir nə lazımdır. Məsəl üçün mən satış artırmaq istəyirəm o bu. O da xaricdə gördüyü bir şeyi, sistemi gətir adamın qabağına qoyur ki, bax bu sistem effektivdir. Məsəl üçün nə bilim Avropanın hər hansı bir ölkədə satışı 3 dəfə artırdıq biz bu şəkildə. Bu gələn eksport Azərbaycan mentalitetindən xəbəri yoxdur. Azərbaycan alıcısı nə istəyir xəbəri yoxdur. Nə bilim satıcı necə satır xəbəri yoxdur. Necə kommunikasiya qurulur? Xaricdən gələn heç bir şeyin xəbəri yoxdur. O sadəcə sistemi gətirsən qabağına qoyur ki, bunu öz şirkətinə uygulasan sənin satışın artacaq. Bu da yuxarıda gəldi, verdimi? Hər şey təslim elədi, sunumunu verdi, hər şeyini. Adama da ayda bəlli bir gözəl maaşlar verilir, altına maşın verilir, şofer verilir ona ki, bunu aparsın, gətirsin evinə, ev verilir. Bu müddətdə bu sistem oturana qədər Azərbaycanda. Bunlar da başlayır bunu qurmağa. Necə qurur? Yuxarıdan aşağı yenə. Yuxarıda menecerlər hələ bunu bilir. Altdakıdan heç xəbəri yoxdur nə baş verir yuxarıda. Qurur, bəlli gəlib aşağı yaxınlaşanda nə olur? Sistem kilitlənir. Çünki aşağıdakı başqa iş görür, köhnə sistemlə işləyir. Yuxarı başqa iş tələb edir. İrişdi qaldı, sistem işləmir. Nə olur? Bir də baxırlar ki, bəs biz son 3 ayda hədəflərimizin heç 30-40%-ni yerinə yetirə bilmirik ki biz. Hələ də ki geridəyik. Çünki dünya aşağı işi görə bilmir, amma xəbəri yoxdur bundan. Aydındır. Bunu edəcəyinə, o çöldən adam gətirib buna bu qədər yatırım qoyub, nə pul verəcəyinə, içindəki potensiallı işçiləri seçib, təcrübə mübadiləsində bir xaricə göndərib bunlara özünü inkişaf etdirsən. Sənin içindən çıx baxı bu. Bu sənin mentalitetini də bilir, xalqın mentalitetini də bilir, alıcının da nə istədiyini bilir, alıcıyı necə inandıra biləcəyini bilir. Bu adam sənə artıq geri qaydanda o təlim alıb gələndən sonra, 3-5 aydan sonra bu adam sənə verəcəyi effekt və xərcləyəcəyin pul tam tərsi xərcləyəcəyin pul 2 dəfə azalacaq. Çünki onlar səndən o qədər pul istəyir. Effekti 2 dəfə artacaq. Çünki bu adam nə baş verdiyini Azərbaycana bilir. Biz buna getmirik. Bizə çöldən gələn daha həmişə şey gəlir. Sonuncu sualım. Azərbaycanda reklam da olsun, eybi yoxdur. Həqiqətləri deyək. Azərbaycanda partnyor şirkətləriniz var və yaxud müxtəlif şirkətlər, tanıdığınız, işlədiyiniz, çalışdığınız, bəyəndiyiniz hansıdır bunların içində? Yəni dürüstlüyü ilə, şəffaflığı ilə, iş prinsipi ilə sizi qane edən və yaxud nisbətən qane edən və s. Ki, bir nümunə kimi biz bunun adını çəkək, deyək ki, bu şirkət nümunədir. Mənim əslində innovativliyindən yola çıxaraq desəm, yəni Veysaloğlu şirkəti mənim çox xoşuma gəlir. Çünki Veysaloğlu'nun rəhbərliyi yeniliyə heç bir zaman yəni pul xərcləməkdən çəkinmirlər. Bu çox gözəl bir şeydir. Yəni ən son çıxan proqram olsun, yəni işçilərlə yanaşması, öyrətməsi. Yəni bu şəkildə şirkətlər işləsə, yəni innovativliyi gətirsə, deməli bacarırıq. Mümkündür. İstəsə edə bilirik əlbəttə ki. Və biz artıq bunu kütləviləşdirsək əgər, yəni hər kəs bunu eləsə, bazar başqa səviyyəyə gəlib çıxacaq da bizdə. Amma təəssüf olsun ki, bizdə ancaq bəlli bir bölümə qədər bu şəkildə işləyirik. Sonra o bəlli bölümə gələnə qədər də əgər ya hövsələsiz oluruq, yəni sonunu gözləmək istəmirik. Çünki biz bu gün qazanmaq istəyirik hər şeyi. Aydındır. Əsas da bu maliyyə şeyindən dediyi rəqəmlər, rəhbərlər, maliyyə savadlı insanları gətirib qoyanda daha çox düzdür, şirkətlər qazanmağı, yəni şirkət qazanmalıdır. Yəni şirkətin bir nömrəli qarşısında duran hədəfi, prinsipi qazanmaqdır. Şirkət qazanmasa şirkət ola bilməz. Amma maliyyə savadlı işçilər şirkəti idarə edəndə biz bazarın şərtlərini ayaq uydurmaqda çətinlik çəkirik. Bu əslində suallar var idi. İcazə verin elə son sual yenə də bu olsun. Sizin fikrinizcə
Rafiq bəy, deyirsiniz ki, maliyyəçilər Azərbaycanda əsas onlara üstünlük verilir. Gətirirlər CEO və CEO-dan üstün. Maliyyəçi olsun, mütləq. Və siz deyirsiniz ki, bu həmişə də uğurlu deyil. Bəli. Bu sadəcə Azərbaycan deyil, bu dünya praktikasında da artıq son dönəmlərdə Niyə? belə bir şey gedir. Qabaqca CEO-lar daha çox kommersiya və marketinq təcrübəsi olanlardan olurdu. Aha. İndi finansdan və HR-lara daha çox yönəlirlər. Aha. Bunun əslində yəni elə bayaq da danışdığımız kimi ən əsas mövzusu, yəni finansçılar şirkətin resurslarını, qazancını daha yaxşı idarə edə biləcəklərindən yola çıxaraq, yəni yəqin şirkət fikirləşir ki, bu finansçıdır, bu şirkətə idarə edəcək ki, daha çox pul qazana bilim. Yəni bir yana baxanda haqlı tərəfi var. Necə? Şirkətin resurslarını düzgün istifadə edə bilir. Yəni xərclərini düzgün idarə edə bilir, lazım olanda azalda bilir. Çünki o tərəfindən hər şeydən yaxşısı bilir. Konkret rəqəmlərlə işləyir. Bəli, rəqəm üstlərində işləyir. Amma bazar artıq biraz fərqli tərəfə gəldiyinə görə bazar daha çox elastik tələb edir bizdən bu dəqiqə. Bu gün qərar vermək lazımdır. Bir də elə bir vaxt olur ki, yəni uzun müddətli bu gün bir qərar vermək lazımdır ki, rəqibin bir iş gördü, onun qarşılığını verməsən, rəqib sənin payını aldı, getdi. Bu yerdə maliyyəçilər rəqəmlərlə işlədiyinə görə bunlar elastik deyillər. Bunlar biraz riskə getməyi sevmirlər. Qərar vermə psixologiyasını bilən adam lazımdır da. Bəli, satışın içində olmayan adam ya da maliyyəçi olsun, amma maliyyəçi mütləq bəlli bir dönəm satışda işləsin. Bilsin o satışın necə formalaşır, iş necə gedir. O zaman daha effektiv olacaq. Mən bundan əminəm. Mən öz işlədiyim şirkətdə də bunun şeyinin bayaq əslində buna işarə etdikdə bir şirkət gəlir və CEO finansçıdır, maliyyəçidir, rəqəmlərlə işləyir. Ümumiyyətlə o danışıq bacarığı yoxdur. Nitq bacarığı yoxdur. Mən tanıyıram. Adam danışa bilmir. Amma çox ağıllıdır. Ağıllıdır. Bəli. Ünsiyyət kontakt qura bilmir. Qura bilməndə də yəni bir sürü şey var ki, potensial proyektlər boşa gedir. Mənə deyirlər ki, müəllim, gəl bizə natiqlik bacarığı dərsi kes. Çox önəmlidir, inanın çox önəmlidir. Çox vacibdir. Çox vacibdir. Yəni bir insanın kommunikasiya qura bilmirsə də, nə qədər də ağıllı olsan, nə qədər də belə çox şey öyrənmiş olsan, bilsən, mümkün deyil onu istifadə edə bilmirsən. Çünki kommunikasiya qurub onu satmaq, onu inandırmaq, onu razı salmaq, bu hamısı ünsiyyətdən keçir. Rafiq bəy, təşəkkür edirəm. Çox maraqlı söhbət oldu. Nə yaxşı varsınız. Sizin kimi dəyərli kadrlar Azərbaycanımızda çox olsun ki, biz inkişaf edək, biz inkişaf etməliyik. Buna məhkumuq. İkinci variant yoxdur, B variantımız yoxdur. Bir dənə variantımız var. Azərbaycan inkişaf etməlidir, biz inkişaf etməliyik. Bizə bunun, bizim haqqımız çatır buna, haqqımız çatır. Bunun üçün potensialımız var, istedadımız var. Şərtlər də mövcuddur, potensial şərtlər mövcuddur. Sadəcə olaraq reallaşmalıdır. O potensial şərtlər reallaşmalıdır. Vətənini, millətini, dövlətini sevən insanlar, insanlarımızı düşünən insanlar dayanmadan çalışmalıdır. Son sözünüzü buyurun, deyin. Mən sizə təşəkkür etmək istəyirəm ki, həqiqətən belə bir platforma yaradıbsınız ki, insanlara bir şeyləri öyrənmə imkanı verirsiniz. Yəni bu çox önəmli bir şeydir. İndiki vaxtda doğrudur. Yəni belə baxanda bilik əl çatandır artıq. Hər kəsin əlində telefon, istədiyin şeyi istədiyin anda öyrənə bilirsən. Amma bir metodikası önəmlidir də bu öyrətməyin də. Yəni hər şeyi doğru yerdən öyrənmək lazımdır. Yəni belə platformalara çox ehtiyac var Azərbaycanda. Sağ olun ki, siz bunu qurubsunuz. Yəni bu məncə böyük bir xidmətdir bizim xalqımıza. Kim bu işdən yararlanmaq istəyirsə də və sizin özünüzün o keçdiyiniz dərslər, o mən Facebookda dəfələrlə hər gün gözləyirəm ki, yeni bir video paylaşasınız, o maraqlı mövzulardan danışırsınız. Yəni çox insan elə bir növ həm motivasiya verir, həm də yeni bir şey, biraz beynində bir şeyləri fikirləşməyə şərait yaradırsınız ki, bax bu hekayədən yola çıxaraq mən yeni bir şey ağlıma gəldi. Mən bunu özümə tətbiq edə bilərəm. Bax bu mənə bunu öyrətdi bu gün. Onun üçün sizə çox təşəkkür edirəm ki, belə layihələr edirsiniz və biz də dəvət elədiniz. Əgər yararlı ola bildiysə kiməsə, yəni həqiqətən faydalı ola bildiysə, mən əminəm ki, çox gözəl söhbətlər etdiniz. Mən sizdən çox şey öyrəndim. Demək, indi sizə bir gözəl xəbər deyəcəm. Bayaqdan danışırıq Azərbaycanda şirkət rəhbərləri haqqında. Bizim Sosiologiya Akademiyasının və konkret olaraq Açar layihəsinin 5 sponsoru var, tərəfdaşı var. Bunların
hamısının rəhbərləri ilə mən yaxından tanışam, işlərinə bələdəm və bizim arzu etdiyimiz o müsbət, yüksək keyfiyyətlər bunların hamısında var. Nə gözəl. Ona görə bu şirkətlər ayaqdadılar, Azərbaycan iqtisadiyyatına töhfə verirlər. Onların başında dayanır bizim sevimli Saloğlu Mebel şirkəti. Saloğlu Mebel Azərbaycanda nömrə 1-dir, artıq regional brendə çevrilib və keyfiyyətdə nömrə 1-dir. Artıq xarici şirkətlərlə rəqabət aparır və mən tam əminəm ki, Azərbaycan brendi istehsalı olaraq keyfiyyətdə onlardan geri qalmır, amma qiymət münasib, yəni müqayisədə. Ona görə Saloğlu Mebeldən məhsul almaq tövsiyə olunur ciddi şəkildə, çünki heç kim uduzmayacaq. Hamı bunu təsdiq edir. 100 nəfər adam bəlkə mənə yaxınlaşıb deyib ki, biz Saloğludan müştəriyik və məmnunuq. Saloğludan sizə hədiyyə var. İkinci sponsorumuz Hacı çaylardır. Biz bayaqdan onun dadına baxırıq. Tayka Ticarətin Hacı çayları. Yüksək keyfiyyət və xoş ətir. Üçüncü sponsorumuz Miniboz uşaq bezləridir. Bu da Azərbaycan istehsalıdır. Artıq regional bazara çıxıb, konkret olaraq Özbəkistanda satışı var yüksək keyfiyyətlə. Dördüncü sponsorumuz Zeyni parfum mağazalar şəbəkəsidir. Onun da keyfiyyəti çox yüksəkdir. Yəni bu mənim deməyim artıqdır. Çünki müştərilər hamısı bunu təsdiq edirlər və sonuncu 5-ci tərəfdaş şirkətimiz Katsan Group inşaat və mebel boyaları şirkətidir. Yeniliksə, təzəliksə bizə qoşulub, sağ olsunlar. Onun da keyfiyyətində söhbət yoxdur. Çünki yaxından tanışam, rəhbərliklə tanışam. Dürüst, hamısı vicdanlı iş qurublar. Hamısı sağ olsun, var olsun ki, belə intellektual layihələrə dəstək verirlər. Təşəkkür edirəm sizə. Dostlar, siz də sağ olun, bizi dinlədiniz. Bizi izləmədə davam edin. Çünki açarın hər buraxılışında mən şəxsən nələrsə öyrənirəm. Əminəm ki, siz də öyrənəcəksiniz. Çünki faydalı bilik inkişafın əsas və birinci şərtidir. Biz nəsə faydalı öyrənməliyik ki, onu tətbiq edək. Sağ olun, Allah'a əmanət qalın. Hacı Çay, imtina edilmeyecek teklif.